Bizim seçkidə qalib gəlməyimiz, başlayan sülh prosesinin davam etdirilməsi deməkdir. Müharibə partiyasına gəldikdə, onlar hakimiyyətə gələcəkləri təqdirdə sülhü yenidən nəzərdən keçirəcəklər. Sülhün yenidən nəzərdən keçirilməsi qaçılmaz müharibə deməkdir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, yeni müharibə təkcə ərazi itkisi deyil, suverenliyin itirilməsinə səbəb olacaq. Bunu açıq şəkildə deyirəm. Sülhü yenidən nəzərdən keçirən şəxslər nə dediklərini başa düşmür, sadəcə başqa yerdə yazılanları təkrarlayır. Bu şəxslər sülhü yenidən nəzərdən keçirmək mövqeyindən çıxış edirlər ki, bu da seçkilərdən sonra yaxın gələcəkdə, ən geci payızda qaçılmaz müharibə deməkdir. Onlar dəhşətli nəticələrə səbəb olacaq yeni bir sentyabr müharibəsi hazırlayırlar. Hakimiyyət məhz buna görə hibrid təhdidlər və dezinformasiya ilə mübarizə aparmaq üçün bütün tərəfdaşlarla əməkdaşlıq edir. Paşinyan qeyd edib ki, sülhü şübhə altına alanların məqsədi Ermənistanı əyalət kimi saxlamaqdır. Onların hamısı Ermənistanın müstəqil olmasının qarşısını alan emissarlardır. Dünən bəzi fotolar gördüm. Güclü sülh. Samvel Karapetyanın Güclü Ermənistan Partiyasının təhlükəsizlik proqramının adı. RED və ya Bizi bağışla, artsaq. Hamısı sülhü yenidən nəzərdən keçirməyə əhatə edir. Hətta buna cəhd etmək belə müharibəyə səbəb olacaq. Yaxud Ararat bizimdir, Davidank bizimdir kimi ifadələr müharibəni yaxınlaşdırır. Onlar dövlətin deyil, forpostun rəhbərliyində olmaqdan faydalanacaqlar. Üstəlik bu, onlar üçün maliyyə baxımından sərfəlidir. Milyardlarını başqa ölkələrdə saxlayırlar. Onları bura göndəriblər. Əmri yerinə yetirməsələr, əllərindən alacaqlar. Bu milyardlar Rusiyada və Belarusdadır. Onlara deyilib ki, pulunuzu istəyirsinizsə, işləyin, amma bacarmayacaqlar. Ermənistanın baş naziri Nikol Paşinyan, İranın ali rəhbəri Seyid Müçtəba Xameneyi və prezident Məsud Pezeşkiyana Novruz bayramı münasibəti ilə təbrik məktubları ünvanlayıb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Nikol Paşinyan məktubda İran xalqına rifah və sülh arzulayıb. O, iki ölkə arasındakı münasibətlərin gələcək perspektivlərinə toxunub. Sizi və dost İran xalqını İran yeni ili, Novruz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, gələn ildə iki dost ölkə arasında səmimiyyət, etimad və qarşılıqlı hörmətə əsaslanan münasibətlər inkişaf etməyə davam edəcək. Fürsətdən istifadə edərək dost İran xalqına daimi sülh arzulayıram.